Uşaqlar, bugün keçirik burjua islahatlarını. Burjua islahatları Çar Rusiyası tərəfindən ümumiyyətlə 1870-ci ildə keçirilən islahatdır. Adının burjua ümumiyyətlə olmasının məqsədi, yəni ki, kapitalizm keçid islahatları idi. Ona görə də ümumilikdə biz bunlara burjua islahatları deyirik. İlk öncə biz baxaq 19-cu əsrin ortalarında həm Çar Rusiyasında, həm də Şimali Azərbaycandakı ümumilikdə vəziyyətə baxaq. Bu dövrdə Çar Rusiyası aqrar ölkə olaraq qalırdı, feodal ölkəsi idi və Avropa ölkələrinə baxanda zəif inkişaf etmişdi. Və Krım müharibəsi 1856-cı ildə müharibə var və bu müharibə Rusiyanın məğlub olması göstərdi ki, Çar Rusiyası Avropa ölkələrindən həddən artıq çox nədir? Geridədir. Buna görə də Çar II Aleksandr islahatlar keçirməyi qərarı alır. Rusiyada kapitalizmi inkişaf etdirmək, Rusiyanın sosial-iqtisadi mədəni cəhətdən inkişaf etdirmək üçün islahatların keçirilməsi, feodal qaydalarının təhkimçilik hüququnun ləğv edilməsi. Təhkimçilik nə idi uşaqlar? Asıllılıq. Asıllılığın ləğv edilməsi, kəndlilərin asıllılığı. Və 1861-ci il 19 fevral tarixində Rusiyada təhkimçilik hüququ ləğv edilir və başlayır burjua xarakterli, kapitalizmi keçid xarakterli islahatlar keçirilməyə. Lakin Çar Rusiyası özündə bu islahatları keçirdiyi halda 60-cı illərdə ardıcıl olaraq Azərbaycanda bu islahatları gecikdirir. Niyə gecikdirir? Belə əsas gətirirlər ki, Qafqaz xalqları hələ bu islahatlara hazır deyil, hələ ki onları kapitalizmə keçidə öyrəşdirmək lazımdır. Deməli, Azərbaycandakı, o cümlədə ümumilikdə Cənubi Qafqazdakı xalqlar hələ ki feodal qaydalarında yaşayırlar, onları biraz uyğunlaşdırmaq lazımdır kimi absurd fikirlər irəli sürürlər və islahatların keçirilməsini gecikdirirlər. 1864-cü ildə bu illərdə ilk olaraq Balaxanıda kəndlilərin məcburi əməyi ləğv edilmişdir. 1864-cü ildə. 1865-ci ildə isə Çar Rusiyası Şimali Azərbaycanda bizim bu dövrdə ilk islahatımız olan vahid kənd idarələrinin, kənd icmalarının yaradılması haqqında islahat keçirilir. Vahid kənd idarələrinin yaradılması ilə seçkili orqanlar olan idarələr yaradılır, kəndləri idarə etmək üçün, ictimai idarələr. Bəy bağlar, yadınızdadır, bəy bağları 46-cı ildə, 47-ci ildə islahatlarda polis və məhkəmə hüququ verilmiş kəndlər üzərində. Həmin polis və məhkəmə hüququ bəy bağlarının əlindən nə edirlər? Alırlar. Və artıq bəy bağlar polis məhkəmə hüququndan uzaqlaşdırılır. İdarə etmədə iştirak edir yenə bəy bağlar. Amma polis və məhkəmə hüququnu itirirlər kəndlər üzərindəki. 1865-ci il islahatının həm yaxşı cəhətləri var, həm də mənfi cəhətləri var. Mənfi cəhətləri odur ki, vergilər yenə də dəyişməz qaldı, yenə də kəndlərdə çətinliklər qalırdı. Amma müsbət cəhəti o idi ki, ən azından bir seçkili idarələri yaradıldı da. Yəni, insanlar oradan seçilirdilər və kənd icmalarını, kəndləri idarə edirdilər, birlikdə, kəndlər idarə edirdi, ən azından bu formada. Daha sonra, burjua islahatlarımızın əsasını təşkil edir 1870-ci il 14 may kəndli islahatı. Mən sizə dedim, 24-ün qəbulunda da, ondan əvvəlki illərdə, əminəm ki, bu ildə də bizdən 1870-ci il 14 may kəndli islahatını 1847-ci il kəndli islahatından fərqləndirməyi istəyəcək. Oxşar və fərqli cəhətləri istəyəcək. Bu, çox düşən bir testdir. 70-ci il kəndli islahatı da aiddir. Kəndi islahatına da aiddir. Torpaq məsələləri, vergi məsələləri, feodal münasibətlər, sahibkar və kəndli münasibətləri. 70-ci il 14 may kəndli islahatı da yenə də hansı kəndlərə aiddir uşaqlar? Sahibkar kəndlərinə. Yenə də dövlət kəndlərinə yox. Amma sizə deyim ki, sahibkar kəndləri ümumi kəndlərin cəmi 5də birini tuturdu. Məsələn, 10 kəndli varsa, onun ikisi sahibkar kəndlisi və 8-i dövlət kəndlisi. Amma Çar Rusiyası yenə də sahibkar kəndlərinə aid elədi. Torpaq məsələsi. 47-ci il kəndli islahatında necə idi? Hər bir kəndliyə 5 desiatın yararlı torpaq verilir. Düzdür? 5 desiatından az olmayaraq. 70-ci il 14 may islahatında isə hər bir 15 yaşına çatmış kəndliyə maksimum 5 desiatın torpaq verilirdi. 5 desiatın artıq olardısa verilir, qaytarılırdı sahibkara. Və yaxud
Məsələn, tutaq ki, Cavidə düşdü 5 desiatın yox, 3 desiatın. Yox, elə 3 desiatın qalır. Yəni sənin 3 desiatın yox, artıq 5 desiatını eləmirdilər. Başa düşdünüz? Maksimum 5 desiatın torpaq sahəsi verilirdi. Burada digər bir artıq məsələlər var. Və icazə verilirdi ki, 1870-ci il 14 may islahatında kəndli öz pay torpağını satın alaraq onun sahibinə çevrilsin. Kəndli, yenə qulaq asın, öz pay torpağını satın alaraq onun sahibinə çevrilsin. Ona görə biz bu islahatları deyirik, artıq burjua xarakterli islahatlar idi. Tutaq ki, o dövrdə yaşayan bir kəndlinin ata-babasından pul qalır, necəsə pul qalır. O kəndli sahibkardan 5 desiatın torpağını alırdı, çevrilirdi torpaq sahibinə. Yavaş-yavaş o torpağını əkirdi, becərirdi və çevrilirdi nəyə? Varlı kəndli olan qolçomağa, yəni varlı kəndli. Beləliklə təbəqələşmə gedir. Amma indi sizə nə edeyim? Hər kəndlinin ata-babasından pul qala bilərdimi? Xeyr. Deməli, öz ata-babasından pul qalmayan və yaxud təsadüfən göydən əlinə pul düşməyən kəndli neyniyə bilmirdi? Öz pay torpağını satın ala bilmirdi. Ona görə o çevrilirdi müvəqqəti mükəlləfiyyətliyə. Yəni ki, öz pay torpağını satın ala bilmirdi. Yenə də sahibkardan torpaq alırdı, əkirdi, sahibkara vergi ödüyürdü, yenə dövlətə vergi ödüyürdü və torpaq sahibinə çevrilə bilmirdi, qısaca desək. 70-ci il islahatında məhz mahiyyəti, 47-ci ildəkindən mahiyyəti bu idi. Kim öz pay torpağını satın ala bilirdisə, o azad olurdu, o varlı olurdu, o orta qolçomağa çevrilirdi. Kim ala bilmirdisə, nəyə çevrilirdi? Müvəqqəti mükəlləfiyyətli vəziyyətdə. Adından məlumdur, müvəqqəti olaraq mükəlləfiyyət daşıyan, borcu daşıyan, belə desək. Həm sahibkara vergi ödüyür, həm dövlətə vergi ödüyür. İndi, mən sizə deyim, bu torpaq islahatının, bu kəndi islahatının torpaq məsələsini yenə də. Çar Rusiyası ilə bizdəki fərqini deyim sizə. Çar Rusiyasında dövlət Cavidə pul verirdi ki, Cavid kəndli pul verirdi ki, sən ala bu pulu, get sahibkardan öz torpağını al. Sonra bu pulu 25 il ərzində mənə ödəyərsin, yəni dövlətə ödəyərsin zamanla, ildə müəyyən qədər mənə. İpoteka kimi düşünün də, ipoteka kimi. Bu, təbii ki, kəndliyə sərf edirdi. Gəlirdi sahibkardan torpağını qəşəngcə alırdı, sonra işləyirdi, yavaş-yavaş dövlətə ödəyirdi. 25 il ödəmək hər halda ki, problem deyil. Bu Çar Rusiyasındaydı. Amma Azərbaycanda Çar Rusiyası bunu elədimi? Eləmədi. Yəni kəndliyə heç bir yardım göstərmədi ki, al sən bu pulu sahibkardan torpağı al, sonra mənə ödəyərsən, yox da, yəni üzr istəyirəm ifadəmə görə, yəni cəhənnəm oldu. İstəyirsən torpağı al, sahibkara çevir, kobud çıxsa. İstəmirsən də elə yaşa da. Nasıl ödəyəcək, ödəməli. Dövlət ödəyir məsələn. Yəqin ki, orada da müəyyən hüquqi sənədlər var idi də, necəsə ödəməli idi. Yaxşı. Bu torpaq məsələsi, başa düşdüyü hər şey. Çar Rusiyası ilə fərqini, 1847-ci illə fərqini, ətraflı başa düşdüyü. Vergi məsələsi, uşaqlar, mal cəhətdən bəhrə və s. yenə də əsas vergi olaraq qalır. 47-ci ildə nə var idi? Biyar var idi, əvrəz var idi. Məsələn, biyar ləğv olunur. 1870-ci ildə biyar, o kəndliyə gedir, məcburi işləməyə ləğv olunur. Onun əvəzinə kəndlilər nə edirdi? Pul ödəyirdi. Ağaya pul ödəyirdi. Mən gəlib sənin torpağında 2 gün işləməyəcəm, 18 gün işləməyəm, ala bu 20 qəpiyi məsələn də, əl çəkdə məndən bu forma. Yəni, gəlib işləməyəm. O forma. Feodal münasibətlərini çıxış. Uşaqlar, feodallar yenə də torpaqların böyük hissəsi, yəni feodal deməyə sahibkarlar, torpaqların böyük hissəsini öz əllərində saxlarlar. Nə üçün? Yenə gəlirik bu torpaq məsələsinə. Kəndlilərin hamısı öz torpağını nə edə bilməli? Ala bilməli. Ona görə də sahibkarlar, yenə də torpaqların çox hissəsini öz əllərində saxladılar. Yenə də əsas şəxslər idi, yəni əsas torpaq sahibləri idi. Yenə də kəndliləri əllərində fırladırdılar, istədikləri kimi fırlada bilirdi. Amma ümumi halda desək, Azərbaycanda kəndlilər təhkimli vəziyyətdə deyildilər. Heç zaman da olmayıblar Azərbaycanda. Heç zaman deməyək, bir dənə Qazan xan göy təhkimli vəziyyətə salmaq istəmişdi, yadınızdadırsa 1303-cü ildə fərmandan. O da çox alınmamışdı. Bizdə bir şey nə deyildik? Kəndlilər yalnız iqtisadi cəhətdən feodaldan asılı idi. Şəxsi yox. Yəni feodaldan torpaq alırdı, feodaldan alət alırdı və s.
70-ci il islahatının mütərəqqi cəhətlərini, yaxşı cəhətlərini dedik. Kəndlilər torpaq sahibi ola bildilər, pul münasibətləri inkişaf elədi. Bundan başqa vergidə dedik ki, biyar ləğv olundu, artıq burjuaziya, kapitalizmə keçid baş vermişdi və s. Bu kimi cəhətləri var idi. Mənfi cəhətlərini isə dedik ki, kəndlər yenə də torpaq sahibi ola bilmədilər, müvəqqəti mükəlləfiyyətli vəziyyətə düşdülər. Özü nə vaxta kimi müvəqqəti mükəlləfiyyətli vəziyyətə düşünün? 1912-yə qədər. 1912-ci ilə qədər. Amma Çar Rusiyasında nə vaxta qədər müvəqqəti mükəlləfiyyətli vəziyyətdə olublar? 61-in üstü 20 gəlində, 20 illik ipoteka verirdilər. Çar Rusiya onlara yaxşıdır, bundan 1881-ci ilə qədər kəndlər bütün borclarını ödədilər, 20 illik ipoteka kimi. Bütün 81-dən oldular, bomba kimi rahat yaşamaq, torpaq sahibilər. Bu bizim 70-ci il islahatımız. Baxın, əgər yaxşı qulaq asdınızsa, az çox başa düşdünüzsə, testdən indi mən sizə bir iki dənə test göstərəcəm qəbulda. 47 ilə 70-in sizdən fərqini soruşacaq. Gəldik biz məhkəmə islahatımıza. Yenə də məhkəmə islahatında, burada yazmışam, fərqli oxşar cəhət, məhkəmə islahatı. Bu məhkəmə islahatının bizdən fərqli oxşar cəhətini soruşacaq 40-cı il məhkəmə islahatı ilə 66-cı il məhkəmə islahatı. 66-cı il islahatı daha mütərəqqi. Burada deyir ki, məhkəmə islahatları açıq keçirilməlidir, vəkillər iştirak etməlidir, ümumi bütün siniflər, bütün təbəqələr üçün ümumi məhkəmələr yaradılmalıdır. Bu 66-cı il məhkəmə islahatının əsas mütərəqqi cəhətləridir. İndi mənfi cəhətlərinə baxaq. Birincisi, məhkəmələr yenə rus dilində aparılırdı. Hakimlər yenə də kimlərdən idi? Ruslardan idi. Düşünün ki, birinizi o dövrdə yaşayan bir dənə kəndini tutub gətirirlər məhkəməyə. Adam rus dilini də bilmir, xəbəri yoxdur, heç bunu nə üzrə ittiham edirlər. Hakim orada qərar oxuyur. Buyurun kəllə. Rusca, nə bilir, Teviyyar, Basır bağlı. Kəndi deyir ki, bu nə deyir, heç mən xəbərim yox. Mən niyə tutulur? Ne diyor ki şah getdi. Adam gedib tərcüməsi tapmasa, yəni nə üçün tutulduğunu tərcümə. Bəs olurdu tərcümə. Təbii ki, tərcüməsi olur. Bugün yoxdur tərcüməsi. Həmişə olur, məsələ odur. Və hakimlər ruslardan və s. millətlərdən olduğu üçün acımırlar da bizim millətdə. Ən ağır qərarlar çıxardırlar. Digər Çar Rusiyasının fərqi cəhəti nədir? Çar Rusiyasının andlı iclasçılar var. Yaxşı. Bizim məhkəmələrdə isə andlı iclasçılar olmur. Andlı iclasçılar kimdir? Otururlar belə komissiya kimdə, and içirlər ki, haqlı, həqiqi qərar deyəcəyik, ya ədalətli qərar deyəcəyik. Və həmin o komissiyaya deyilir, məsələn, şahidlərin dedikləri materiallar və s. axır. Bunlar da deyir ki, düzdür da, burada məsələn bu qərarı vermək daha uyğun olar. Belə bir şeydir andlı iclasçılar. Əməl edirdilər. Bizdə yox idi, onu görə bilmirik. Çar Rusiyasında. Dilimizi bilmirik. Mənfi cəhətini deyirəm və bizdə yox, Çar Rusiyasında olmuşdu. Digər bir cəhətdən şahidlərin icazəsi məsələsi idi. Şahidlərin icazəsi məsələsinə də icazə verilmirdi. Ona görə bu islahat yenə də mütərəqqi idi, yaxşı idi islahatın keçilməsi. Amma o qədər də mükəmməl səviyyədə olmadı. Vəkillərə gəldikdə isə bu dövrdə Fətəlxan Xoyski idi, sonra kim idi? Topçu Barşov idi, o dövrün ən yaxşı vəkilləri idi. Yəni, müxtəlif ərazilərdən onları vəkil tutmaq üçün gəlirdilər və çox yaxşı formada deməli, insanları müdafiə edirdilər bu dediklərini. Fətəlxan Xoyski Xalq Cumhuriyyəti qurucularından hökumət rəhbəri. Digər burjua islahatımız bu dövrün ən mütərəqqi islahatı şəhər islahatıdır. Şəhər islahatında nə deyilir? 78-ci ildə ilk olaraq Bakı və İrəvana aiddirlər. Deyir ki, vahid şəhər idarələri olaraq Bakı şəhər dumaları yaradılır. Duma nədir? İndiki bələdiyyə kimi düşünün. Seçkili olaraq, təbii ki, orada var idi, əmlak senzi tətbiq olunurdu, müəyyən əmlaka sahib olmalısan, 25 yaşın çatmış kişi olmalısan ki, bələdiyyənin, yəni şəhər dumasının üzvü seçiləsən. Şəhər dumasının üzvləri qubernator tərəfindən təsdiq olunmalıdır. Yaxşı, bu şəhər dumaları, Bakı şəhər duması məsələn nəyə baxırdı? Təhsil məsələlərinə, səhiyyə məsələlərinə, təsərrüfat məsələlərinə, vergi məsələlərinə, şəhərin yanğından mühafizə məsələləri və digər. Yəni belə ictimai daha çox iaşə məsələlərinə baxırdı. O dövrün Bakı şəhər dumasında məsələn bildiklərimizdən Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev və digər şəxslər şəhər dumasına iştirak edirlər
Məsələn, yanğın söndürmə idarələrinin yaradılmasında TAVİ iştirak etmişdi. Təhsil və digər komissiyaların yaradılmasına Azərbaycan Milli Burjuaziya nümayəndələri iştirak etmişlər. Şəhər duruması da çox yaxşı islahatlardan idi ki, ən azı amma bir şey var ki, şəhər durumalarında mütləq qeyri-müsəlmanlar olmalıydı. 50%-ə qədəri, səhv eləmirəmsə 50%-ə qədəri qeyri-müsəlmanlardan olmalıydı. Yəni, sağ Rusiyası. Oyanmayan olmasın. 90-cı illərdə əvvəlcə Yelizavetpol və Şuşada tam hüquqlu şəhər idarəsi yaradılmışdı. Yəni, Bakıdan İrəvandakı kimi. 90-cı illərdə sonralar Muxal Qobalənkəna Şamaxıda isə məhdud şəhər idarələri yaradılmışdı. Bir də uşaqlar, şəhər durması əsas orqan idi, işləri aparan şəhər idarəsi idi, Dumanın rəhbəri mütləq ki, qeyri-müsəlman idi, əsasən ruslardan seçilirdi, Qlavını və yaxud da Qlavını başçı deməkdə, başçı adlanırdı və üzvlər isə dediyim ki, qubernator tərəfindən təsdiq olunmalı idi. Uşaqlar, bu burja islahatları dediyim kimi testlərə düşür. Bizə əsasən 47-70 oxşar fərqli cəhətlər düşə bilər. 66-cı il məhkəmə islahatının 40-dan fərqli cəhəti düşə bilər. Bizim 40-cı il məhkəmə islahatımız çox rahat idi. Nə deyildik? Mülki işlərə hər bir məhkəmədə baxma qaydası ləğv olunur. Məhkəmə deyək ki, yenə də rus dilində keçirilirdi. Şəriət məhkəməsi qalmaqda idi. Bu kimi şeylər. Burada amma üç dönə şey açıq keçirilir, vəkil olur, ümumi məhkəmələr, bütün siliklər təbəqələr üçün ümumi məhkəmələr yönəldir. Şəhər islahatı da belə. Siz analiz kitabdan oxuyanda bu hissəni görəcəksiniz, çox geniş və qarışıq yerində. Amma mən dediklərimi bilsəz, sizin üçün kifayət edir. Və oxuyanda müqayisəli oxumaq lazımdır. 47-də nə deyildi, 70-də nə idi? Onu deyəndə başa düşəcəksiniz. Yəni, əsas məsələni dərk eləmək lazımdır ki, burja xarakterlidir. Kəndliyə bu dəfə torpaq vermək istəyirlər. Yəni, öz pay torpağını satın almaq hüququ vermək istəyir. O da dediyim kimi, kim ala bilsə. Belə, bu qədər mövzumuz.